Təşəkkür edirəm. Salam, əziz və hörmətli tamaşaçılar, mehriban dostlar. Mənəvi saat verilişində xoş gördük sizi. Hər vaxtınızın, hər gününüzün, hər dəqiqanızın mənalı keçməsini aləmlərin Rəbbi olan uca yaradandan diləyirəm. Dəyərli izləyicilərimiz, bugünkü verilişimizin mövzusu təkəbbürlə bağlıdır. Bu gözəl mövzuya aydınlıq gətirmək üçün biri-birindən gözəl, biri-birindən dəyərli elm və sənət adamları studiyamıza dəvət etmişik. Beləliklə, ilk qonağımızı sizlərə təqdim edirəm. İlk qonağımız ilahiyyatçı Aslan Həbibov. Xoş gördük, sağ olun. Növbəti qonağımız gözəl şairimiz Zülfüqar Həbibi. Salam aleyküm, xoş gəlmişsiniz. Əyləşin buyurun. Və daha gözəl bir sənətkarımız, gözəl xanəndə Mütəllim Dəmirov. Salam aleyküm, xoş gördük. Əyləşin. Və istərdim ki, gözəl musiqiçilərimizi təqdim edim. Kamançada Elvin, Tarda Mənsim. Xoş gəlmişsiniz, çox sağ olun ki, gəlmişsiniz, sağ olun. Dəyərli izləyicilərimiz, əvvəldə dediyimiz kimi bugünkü verilişimizin mövzusu təkəbbürlə bağlıdır. Qısa reklam fasiləsindən sonra bu mövzuya aydınlıq gətirəcək. Çalışın, bizimlə qalın. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayırıq. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizdə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, Evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Mən sizin hər birinizi salamlayıram, hər birinizə xoş gəldin deyirəm ayrı-ayrılıqda. Sağ olun ki, gəldiniz, biz bu verilişi daha da rövləqləndirdiniz, daha da zinlətləndirdiniz. Bu gəlişə görə sizə öz minnətdarlığımı bildirirəm. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə sizə təşəkkür edirəm. İnteres kanalına və əməkdaşlarına. Günümüz dünyasında mənəvi eroziyanın yaşandığı, hər tərəfdə hücumların olduğu bir dönəmdir bu günümüz. Belə bir dönəmdə, belə bir verilişin olması şübhəsiz ehtiyacdır və təqdirə layiqdir. Buna görə də mən də öz növbəmdə sizə təşəkkür edirəm. İnşallah bu cür verilişlərin cəmiyyətimizə, ölkəmizə xeyirlər gətirəcəyinə inanıram. İnşallah. Çox sağ olun dəyər verdiyinizə görə. Sağ olun. Buyurun. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə bu gözəl kanala və onun mənəvi saat verilişində bütün təşkilatçılarına, bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm ki, bizim alimimizin buyurduğu kimi belə bir zamanədə, belə bir verilişə həqiqətən də xalqımızın çox böyük ehtiyacı var. Bir daha təşəkkürlərimi bildirirəm. Allah bu verilişə xeyirli ömür versin və uzun ömür versin inşallah. Çox sağ olun, Allah razı olsun. Mən də yəni Hacı Zülfüqarın dediyinə bahəm, onun sözünə qüvvət. Yəni mən də təşəkkürümü bildirirəm ki, sizlər bizi bura dəvət elədiniz. Çox gözəl verilişdir, uzun ömürlü olsun və dəyərli olsun. Həm də xalqımızı da gözəl maarifləndirirsiniz bu verilişlərlə. Bu qədər. Çox sağ olun, dəyər verdiyinizə görə. Sağ olun. Müddət çatanda balaca oxuyub tezliyə bilərəm. İnşallah, inşallah. Çox sağ olun ki, dəyər verdiniz. Mən də sizin hər birinizə, musiqiçilərimiz başda olmaqla hər birinizə öz minnətdarlığımı, öz təşəkkürümü bildirirəm. Çox sağ olun, gələn ayaqlarınız var olsun deyirəm. Hacı, istərdim ki, vaxt itirmədən keçərdik mövzumuza. Bildiyiniz kimi, bugünkü mövzumuz təkəbbür mövzusu ilə bağlıdır. Bizim qısa süjetimiz var, istərdik, sorğumuz var. İstərdim ki, ona dinləyərdik, yenidən siz qayıdardıq, aydınlıq gətirərdiniz. Dinləyək. Raditu billahi rabba və bil İslam dina. Təkəbbür yəni özünə razılıq əlamətidir. Yəni bir çox insanlarda olur, amma yəni bu dində bəyənilməyən bir şeydir. Yəni bu
İslam dinində, yəni Quranda, dində yəni bu bəyənilmir. İnsan nə qədər sadə olsa, çox gözəldir. Yəni sadəlövhlük elə yaxşı xasiyyətdir, amma insanda sadəlik olsa, yəni saflıq olsa daha yaxşı ola bilər. Yəni Təkəbbür elə inatkar eləncə, hətta Allah'ını tanımayan. Təkəbbür lovğalıqdır. Heç kim vermir. Özünə razılıq. Lovğalıq həmişə özünə qalır. Təsir əks-təsirə bərabərdir. Su, dardır, sağ ol. Təkəbbürlü insan yəni özünü digər insanlardan üstün hesab edir. O da bəyənir. Təkəbbür yəni böyüdür. O da yalnız Allah'ın. Ondan başqa yəni başqa insanlar təkəbbür edirsə, o özü yaxşı alınır. Digərlərini üstün görmüş olur. İnsan nətər bilməlidir ki, başqa insan da onun kimidir. Niyə özünü gərək ondan yüksək tutsun? Heç vaxtı. Hamımızı Allah Taala yaradır. Düz demirəm. Ona görə biz bir-birimizə hörmət eləməliyik. Birinci ondan ötürü ki, bizi Allah Taala yaradıb. Allah Taalaya görə heç olmasa bir-birimizə hörmət eləməliyik. Amma heç kəsdən nə yüksəkdir, nə də alçaqdır. Sallallahu aleyhi ve sellem nebiyyen ve rasulen. Sorğudan da gördüyümüz kimi təkəbbürlə bağlı fikirlər müxtəlifdir. Bəs dinimizin buna münasibəti necədir? Bismillahirrahmanirrahim. Təkəbbür kəlməsi əvvəlcə lüğəvi mənasını izah eləyək. Kəbura kəlməsindən gələn ərəbcədə böyük oldu, böyüklük, yəni böyükləməklə əlaqədar bir kəlmədir. Əxlaq literaturasında təkəbbür isə bir insanı, yəni onun lüğəvi mənası lovğalıq, özünü çəkmə, özünü digərdən üstün görmə kimi mənalara gəlir. Amma əxlaq literaturasında isə bir insanın sahib olduğu bəzi xüsusiyyətlərini qabardaraq özünü digərlərindən üstün görməsi, onları xor görməsi və bu məziyyətlərini onlara qarşı istifadə etməsidir. Ona görə təkəbbür İslamda bəyənilməyən davranışdır. Çünki ümumiyyətlə sadəcə təkəbbür deyil, biraz daha genişləndirsək əslində təkəbbür əgər bir nəfsani xəstəlikdirsə, bir nəfsi xəstəlikdirsə, nəfsi xəstəliklər bunların xaricində həsəddir, paxıllıqdır, həsəddir. Bunun kimi xəstəliklər insanları, məsələn, qeybətdir, insanların xəbərlərini ora-bura çatdırmaqdır. Quran-ı Kərimdə biz Hucurat surəsində bunu görürük, Hüməzə surəsində görürük. Bu kimi xüsusiyyətlərlə birlikdə təkəbbür də bir nəfsi bir xəstəlikdir. Və buna görə də bu xəstəliyin Allah tərəfindən də Quran-ı Kərim biz birazdan bəlkə ayələrlə və hədislərlə dəstəkləyəcəyik bunu. Bu cür xəstəliklər insana şeytan tərəfindən gələn bir təlqin olduğu üçün belə deyək, bu xəstəlik, təkəbbür xəstəliyi insanı digərlərinə qarşı özünü bir yuxarıda görmə ilə nəticələnir. Ona görə təkəbbür hissi digər nəfsi hisslərlə, nəfsi xəstəliklərlə birlikdə İslamda bəyənilməyən, Allah tərəfindən istər Quran-ı Kərimdəki ayələrlə və ya Hz. Peyğəmbərdən və məsumlardan gələn hədislərlə baxdığımızda İslamda bəyənilməyən, hətta bir hədistin bir parçasını qeyd edeyim, qəlbində zərrə qədər təkəbbürü olan cənnətə girə bilməz hədisi Hz. Peyğəmbərdən də nəql olunur, İmam Sadiqdən də nəql olunur. Diqqət edin, məsumların o çox incə məqama toxunmaları çox önəmlidir. Qəlbində zərrə qədər. Məsələn, buna bənzər hədislər var, ucubla əlaqədar var, həsədlə əlaqədar var. Yəni, qəlbində bir insanın zərrə qədər təkəbbür varsa, bu cənnətə girə bilməyəcək. Düşünə bilirsinizmi? Ona görə də təkəbbür İslamda bəyənilməyən o bir neçə mənfi xüsusiyyətlərdən birisidir. İnsanı digər insanları kiçik görməklə birlikdə zaman içərisində sahib olduğu şeydən daha uca özünü görməyə başlayacaq. Əslində Allah Taala insanı elə bir gözəl xüsusiyyətdə yaradıb ki, insana ağıl və nəfs deyilən qüvvə verir. Nəfs əslində pis bir şey deyildir. Bunu qeyd eləyək. Çünki biz bunu həmişə eşidirik. Nəfs deyəndə həmişə beynimizə mənfilik gəlir. Amma nəfs əslində insanın, bu dünyaya göndərilmiş insanın yaşama
eşqidir, şövqüdür. Yəni insanın nəfs nədir? Məsələn, acmısan, yemək istəyirsən, bu nəfsin bir tələbidir. Bu normal bir davranışdır. Susamısan, su istəyirsən, bu nəfsin bir tələbidir, bu normal bir davranışdır. Amma qadağan olunduğu vaxtda, məsələn, Ramazandır, nəfs yenə tələb edər, amma qadağandır. O artıq nəfsin tələbini artıq riayət etmirsiniz. Amma normal zamanlarda siz 3 öğün yeməyinizi yeyirsiniz, arada çayınızı içirsiniz, meyvənizi yeyirsiniz və burada nəfsin istədikləri sizin üçün normal qarşılanır. Nəfs maye istəyir, amma siz ona haram bir içki vermirsiniz, halalından verirsiniz. Ona görə də nəfs əslində bizim üçün lazımlı bir şeydir. Bizi ayaqda tutan, bu dünyada yaşadan bir hissdir. Ancaq bu nəfs yeri gəldiyində bəzən insanın daha çox, belə deyək, şeytanın təsiri ilə nəfs insandan qanuni olmayan, qeyri-məşru tələblərlə gəlir insan qabağına və insandan Allahın ona qadağan etdiyi şeyləri tələb edir. Buna baxar, buna görə də Allah Taala nəfsi vəhy ilə yəni nəfsin qarşılığı ağıldır. Ağıl da nəfsin tələb etdiyi o sərhədlərin xaricinə çıxdığı zaman ağıl o sərhədlərdə nəfsi saxlamağa çalışır. Amma bir zaman gəldiyində şeytanın təsiri ilə nəfs artıq ağla qalib gəlməyə başlayır. Ağıl artıq bu gördüyü bu çirkinlikləri görsə də nəfsi razı sala bilmir ki, qane edə bilmir ki, nəfs bunları tələb etməsin. Bunun üçün ağılı dəstək lazımdır. O da vəhidir. Allah Taala ona görə peyğəmbərləri göndərmişdir. Vəhi göndərmişdir. İnsanları ağlı dəstəkləyərək ağıl nəfs mübarizəsində nəfsi bərtaraf etmişdir, bir tərəfli qoymuşdur, yəni nəfsi həbs etmişdir. Amma İslamda nəfsin öldürülməsi deyə bir şey yoxdur. İndi mövzunu biraz uzaqlaşdırmayaq məsələdən. Buna gəldikdə təkəbbür hissi, yəni insanın içində müəyyən bir hissin olması normaldır. Yəni insan sıravi bir varlıq, adi bir varlıq, rəzil bir varlıq deyildir. İnsanı Allah Teala Quran-ı Kerimdə buyurur ki: "Laqad xalaqnal insana fi ahsani taqvim." Yəni bir insanın uca olması üçün Allahın onu yaratmış olması belə kifayətdir. Yəni bir insan belə bir şey iddia edərsə, Allah məni yaratmışdır. Bu onun üçün öyünməsinə kifayətdir. Yəni Allaha qul olmaq bir insan üçün ən böyük şərəfdir. Amma bunu bir tərəfdən kainatın sahibini diqqətə alaraq insan düşünərsə, o zaman yerini bilər. Ucalıq hissi insanda vardır, bu normaldır. Ölçü çərçivəsində həddi aşmadığı müddətcə problem yoxdur. Məsələ həddi aşdığındadır. Ona görə də insan çox qısa bir ömür yaşayır. Nə qədər ibadət edə bilər ki? 50 il, 60 il, 70 il, tutaq ki, lap 100 il. Ancaq belə götürəndə görürsən ki, şeytan 6000 ildən çox ibadət etmişdir. Ancaq o ibadətləri bir təkəbbürü müqabilində Allah onun o məqamdan yen dedi. Bu məqamda saxlamadı. Sözünüzə qüvvət, əlbəttə ki. Əslində mən sözü qeyd etməyim ki, təkəbbür hissi insanda şeytan qaynaqlıdır. Çünki şeytan təkəbbürlük edir. Bəqərə surəsinin 34-cü ayəsində Allah Teala buyurur. Şeytana, yəni mələklərə Rəbbin səcdə et əmrini verəndə şeytan təkəbbür ululandı deyir və kafəkənə minəl kafirin, kafirlərdən oldu. Şeytanın bu təkəbbür hissindən qaynağı nə idi? O insana, onu başqa bir yerdə Allah Teala onun dili ilə nəql edir. Xalaqtahu min narin və xalaqtani min narin və xalaqtahu min tin. Məni oddan yarattın, onu torpaqdan. Yəni mən ondan üstünəm. Bu təkəbbürdür. Və bu təkəbbür hissi şeytanı həm dərgahdan qovdurdu, həm də qovulmasına baxmayaraq Adəm əleyhissalam da dərgahdan qovuldu. O da unutduğu üçün. Amma Adəm əleyhissalam şeytandan fərqli olaraq tövbə etdi, bağışlanma istədi, geri döndü. Şeytan nə elədi buna qarşılıq? Şeytan dedi ki, ilahi, məni buna görə azdırdığına qarşılıq mən də sənin haqq yolunun üstündə oturacam və bunları və bunun nəslindəkini azdıracam. Ona görə də əslində şeytanın bəli təkəbbürü idi o və bu təkəbbür hissi şeytanı dərgahdan qovdu. Və eyni hiss insanda olduğu zaman ilahi rəhmət, yəni rəhmətdən şeytanı çıxartdı, insanda olarsa rəhmətə girməyəcək. Cənnətə, Allah diqqətini, cənnətə girməyəcək qəlbində zərrə qədər təkəbbür olan. Çox sağ olacaq. Allah bizi bu təkəbbürdən uzaq etsin. Amin, amin. Allah xalqımızı qorusun. Allah xalqımızı təkəbbürlükdən uzaq etsin inşallah. Çox sağ olun. Çox ağır, çox problemli bir hissdir. Həm insanın dünyasını qaraldar, həm axirətini. İnşallah bizim axirətimizi təkəbbür etməliyik. İnşallah da ki, qaraltmaz.
Çox sağ olun bu gözəl fikirlərinizə görə. Zülfüqar qardaş, Mütəlim qardaş, istəyərdim verilişimizin bu yerində, bu anında bir gözəl şeirlə, bir gözəl muğamla verilişimizi biraz da zinətləndirədik, əgər mümkündürsə. İnşallah. Mən əslində bir qəsidə var, onu ilə başlamaq istəyirdim, amma bu alimimizin, bu gözəl alimimizin bir mövzusuna istər-istəməz baxdım ki, elə bir şeirim var, bir qəzəlim var, onu demək istəyərdim. Təkəbbür, bugünkü mövzuya uyğun. Ya Rəbb, məni nəfsimdən uzaq eylə müğəyyət. Ya Rəbb, məni nəfsimdən uzaq eylə müğəyyət. Ya ver mənə güc, səbr qərarımda məziyyət. Qoyma daxı nəfsimlə qalım baş-başa bir an. Çün verdi bu nəfsim mənə bir xeyli əziyyət. Aç köksümü, sal nurunu qoy, fitrət oyansın. Faş olsun, açılsın, yenə qəlbimdə bəsirət. Sabit qədəm et, qıl məni taətdə müdavim. Versən mənə yəqinliyi imanda qətiyyət. Bir qarə qulunam ki, əlim boş, üzü qarə. Rəhm eylə bir an, lütf elə bidadına şəfqət. Rəhm eyləməsən, ruzi qiyamətdə işim zor. Dərgahına gəldim, yenə hüsrandır vəziyyət. Rəhmindən uzaq olsam əgər, neylərəm Allah? Rəhmindən uzaq olsam əgər, neylərəm Allah? Olmaz ki, mənim əffi günahımda xəfiyyət. Qoyma daxı nəxvətdə, çün hər şey sənə agah. Aç mərhəmətin babını, ey sahibi izzət. Qoyma daxı nəxvətdə, çün hər şey sənə agah. Aç mərhəmətin babını, ey sahibi izzət. Neylərsən həbibi, nə dilərsən, yenə tövbə. Əlbəttə ki, ondan yenə himmət. Əlbəttə ki, ondan yenə himmət. Şükürlər. Mən də bu gözəl şairimizin qəzəli var. Oxuyacağım, görək necə alınır inşallah. Ay aman 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 aman. Yar aman aman aman. Gözəl yol istərəm. Könlümün viranəsində bir gözəl yol istərəm. Həmdəm hər dərdə dərmanı yar qəmxar istərəm. İstərəm hifz eyləsin hicran odundan canımı, ruhumu irşad eden bir yar didar istərəm. Ey Həbibi, təbimiz, eşq asitanından gəlir, böyle bir əşarə hərdən bir xiridar istərəm. Ay aman aman, yar aman aman, yar aman, ah yar
Çox sağ olun, təşəkkür edirəm bu gözəl ifaya görə, bu gözəl şeirə görə Hacı. Allah nəfəsinizə, qələminizə bərəkət versin inşallah. Çox sağ olun. Şairimizə təşəkkür. Çox sağ olun. Birinci dəfə də oxuyurdum. Yəni çox gözəl. Çox gözəl. Eyb yox, əla. Çox şükür. Sağ ol, sağ ol. Hacı, istərdim növbəti sualımıza aydınlıq gətirdik. Ancaq ondan öncə bir yenə süjetimiz var, bir sorğumuz var. İzləyərdik, aydınlıq gətirərdik inşallah. رضيت بالله ربا وبالإسلام دينا. Ən əsası təkəbbürün, üzr istəyirəm, biraz canavarlanıb harınıyırlar. Onda özlərini bilmirlər, nədir ölü. Sonra başlayırlar, aşağı səviyyə düşəndə görürlər, yıxılan mənəm. Yəni, kimisə böyük bir arxası var, ona arxain olaraq təkəbbürlük yaradır, ya da qürurlanır ki, mən beləyəm. Təkəbbür əsasən insanlarda Allah qorxusu, Allahı tanımamaqdan yaranır. Əgər bunlar olsa, bunlar heç biri olmaz. Sırf insan Allah'tan qorxmalıdır. Başına dönüm, hər şeyin səbəbi Nizamın da bu barədə çox işləri var. Ən sabahsızlıq, təkəbbür falan yaradır. Təkəbbür sabahsız olmayan insanın, səbatda olmayan insanın ağıl, zəka gözləmək olmaz. القادر الحليم الغافر الرحيم إن قال كن يكن سبحان. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayırıq. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, Evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Növbəti sualımız belədir ki, insanda təkəbbürlük niyə yaranır? İcazə versəydiniz, Zülfüqar mənim bayağı bir mövzuya toxundu. Ona bir əlavə eləsəydim bu nəfsin mərtəbələri ilə əlaqədar, sonra mövzunu onunla birləşdirərdim. Biz Quran-ı Kərimdəki ayələrə baxdığımız zaman, hədislərə və əxlaq ustadların əsərlərinə baxdığımız zaman nəfsin mərtəbələrinə dair bəzi açıqlamalar var. Zülfüqar mənim qeyd etdi, birinci mərtəbə əmmarə mərtəbəsidir ki, o söhbət nəfsin, bayağı qeyd etmişdik, nəfsin normal haldakından danışılmır. Burada artıq, çünki yer üzünə indikdən sonra şeytanın müdaxiləsinə məruz qalmış bir nəfsdən söhbət gedir. Yəni qeyri-normal nəfs. Qeyri-normal nəfsdən, bəli. Amma normalda vəhyin dəstəyi altında, ağlın nəzarəti altında olan bir nəfsdən hələlik söhbət getmir. Bu nəfsə deyirik biz, nəfs-i əmmarə. Yusif surəsində keçər, İnnən nəfsə lə əmmaratun bis-su. Şübhəsiz nəfs pisliyi əmr edər, çox-çox əmr edər. Özdə orada 2 dənə işarə lə var, bir də əmmarə, fəal vəznində, ikisi də çox-çox əmr edər. Yəni, nəfs artıq şeytanın tələsinə düşmüş, nəfs insana həmişə pisliyi əmr edər. Artıq sərhəddindən çıxmışdır, sərhəddini aşmışdır və şeytan ki, Allaha söz vermişdi ki, insanoğlunu yoldan çıxaracağam və bunu çıxartmaq üçün də insana Allahın xoşlamadığı, əmr etmədiyi, yəni qadağan etdiyi şeyləri insana elətdirməsi, əmr etdiyi şeylərdən uzaqlaşdırması üçün hər şeyi təlqin edir, ona vəsvəsə verir. Və bu nəfs insana hər şeyi, hər istədiyini eləmə, artıq həddi cızığından çıxmayı əmr edir. Bu birinci nəfsdir və bu nəfsin elə bir haldadır ki, bu nəfs. Bu nəfs artıq aşmışdır və artıq insan günah işlədikcə hər şeyin belə olduğunu düşünür. Şimdi fərqində deyildir. Yəni, o dərəcə batıb ki, artıq batdığının belə fərqində deyildir. Bunun ikinci mərhələsi vardır. Yəni, insan biraz mübarizə aparar. Bu, nəfsi ləvvamədir. Ləvvamə nədir? İnsan günah işləyər, amma sonra başlayır özünü qınamağa. Quran-ı Kərimdə Allah Teala özünü qınayan nəfsə, ləvvamə nəfsə and içər. Yəni, insan günah işləyər. Çünki biz günahkar varlıqlarıq. Bu şübhəsizdir. Yəni,
Hədis-i şərif var bu haqda bir nəql olunur. Əgər siz günah işlənməyən bir qövm olsaydınız, varlıqlar olsaydınız, Allah sizi həlak edər, yerinə günah işləyib sonra tövbə edən varlıqlar gətirərdi. Burada məqsəd bizim günah işləməyimizdən deyil. Burada məqsəd, əsas vurğu insanın robot olmadığı, insanın seçim qarşısında olduğu, muhtar olduğu, robot olsaydınız Allah Teala robot istəmir. Çünki robot nədir? Ancaq əmrə müntəzirdir. Sizin proqramınıza uyğun hərəkət edir. Quran-ı Kərimə baxdığımız zaman, İslam təlimlərinə baxdığımız zaman elə bir şey yoxdur. Yəni insan tam sərbəst, tam mənasıyla sərbəst deyildir, amma iradə sahibidir və İmam Sadiq əleyhissalamdan gələn bir söz var bu haqda, belə hədis var. Yəni nə cəbr vardır, nə tövfiz vardır. Yəni nə tam sərbəstlik vardır, nə məcburiyyət vardır. Yəni ikisi arasında fail muxtar dediyimiz seçib eləyən, yəni ona alternativlər qoyulmuşdur, doğru, yanlış yol göstərilmişdir. Bunlardan birisini seçib eləyər. İndi bu nəfs-i ləvvamə işi görər, günahı işləyər, sonra özünü qınamağa başlayar. Üçüncüsü mülhimə nəfsdir. Mülhimə. Bu mülhimə nəfs artıq ona ilham olunur. Doğru və yanlış yavaş-yavaş ona ilham olunur. Bu nəfsin tərbiyəsi ilə mərtəbə-mərtəbədir. İnsan iş gördüyü zaman təqribən bunun nə olduğunu bilər. Yanlış etdiyinin fərqindədir. Diqqət edin, əmmarədə bir şeyin fərqində deyildir. Bu həyat belədir düşünər. Ləvvamə edərkən fərqində deyildir, sonradan anlayar, peşman olar. Mülhimədə artıq fərqindədir. Amma təbii ki, insan günah işləyər. Bir də dördüncü mərhələdə mutmainnədir. Artıq insan yolunu tapmışdır. Nəfs yolunu tapmışdır, aram tapmışdır. Bu mutmainnənin də özünün 3 mərtəbəsi olduğu qeyd olunur. Bəziləri deyər ki, yox, bunlar 4 müstəqil 5, 6, 7-ci mərtəbədir. Bəziləri də deyər ki, xeyr, bu mutmainnənin mərtəbələridir. Raziyyə, mərziyyə və kamilə nəfslər. İndi insanoğlu niyə təkəbbürə qapılır dedik? Biz nəfsdən qaynaqlanan bir şey olaraq düşünürük. Yəni, insanoğlu, baxın, Quran-ı Kərimə baxdığımız zaman, tarixi bayağı biraz keçdi üstündən. Məsələn, Lut əleyhissalamın qövmünə baxın, Nuh əleyhissalamın qövmünə baxın, Firona, Nəmruda baxın. Bunların hamısı bir təkəbbürün nəticəsində imanı qəbul etmirlər. Yəni, təkəbbür əslində imana əngəl bir şeydir. Bunlar deyirdilər, məsələn, Nuhun qövmü ona nə deyir? Deyir ki, sənin ətrafında olan bu insanlar bizim cəmiyyətin ən aşağı təbəqələridir. Ən rəzil təbəqələr, ərazil ona. Yəni, biz onlarla bir təbəqədə, bir şeydə otura bilmərik. Və Luta deyirlər, qov bunları, biz ondan sonra gələk. Bu cür təkliflər nədəndir? Təkəbbürdən qaynaqlanır. Quran-ı Kərimdə tez-tez insana bir şey xatırladır. Səni bir qətrə murdar sudan yaratmadığını. Yəni, bir dəfə özünə bax. Yaradılmısan sən bir dəfə. Həm də nədən yaradılmısan? Bir qətrə murdar sudan, iyrənc bir şeydən yaradılmısan. Və ondan sən belə mükəmməl bir varlıq olmuşsan və öz yaradılışını unudaraq bir çox şeydir. Yaradılışını unudursan və gəlirsən bizlə mübahisə edirsən. Bizə qarşı təkəbbürlülük edirsən. İmam Sadiq əleyhissalam üzrə bir hədis yadıma düşdü. Həzrət buyurur ki, bir insanın yaranışı nütfə, sonu leş, ortası nəcasət kisəsi olan insanın təkəbbürlülüyünə mən təəccüb qalmışam. Mükəmməl bir ifadə. İmamın mükəmməl ifadəsi. Yəni, insan yaranışına doğrudan baxsa, hansı təkəbbürdən söz bət gedə bilər? Üçü də iyrənc bir. Yəni, yaradılışında da nəcis vardır, həyatında da vardır, öldükdən sonra da nəcisdir. Parça, torpaq, kim leşdir artıq. Amma bu insan bir də görün təkəbbürlülük edir, yəni özünü üstün sayır. Onun üçün də Allah Teala insandan həmişə baxsın özünə. İnsan yaradılışına baxmazmı? Biz onu bir nütfədən yaratmı, mənidən, atılan mənidən yaratmadığımı, bir qətrə sudan yaratmadığımı, yəni və yaranışda nə halda ikən biz onu yüksəltmədikmi, sahibsiz ikən, zəif ikən biz onu gücləndirmədikmi? Bunu tez-tez insana xatırladır. Ona görə də insanın əslində özünü tanımaması ona təkəbbür hissini yaradır. Təkəbbürlülüyün hansısa bir məqamda üstünlüyü varmı? Yəni Allah Teala buna bizə icazə verirmi ki, hansısa bir məqamda olsa belə? Belə deyək. Söhbətimizin birinci hissəsində biz bunu qeyd etdik. Yəni insan digərlərinə üstün yaradılmışdır. Bir üstünlük var. Kişi-qadın yaradılışında Allah Teala buyurur, kişiləri bir qədər daha üstün yaratdı. Qüvvə baxımından biz bunu bilirik. Yəni fiziki baxımından, bəzi hissi və ya əqli baxımından. Amma bu üstünlük
yani şey olmamalı. İnsanı onları küçük, hor görecek derecede olmamalıdır. Yani çünkü Kur'an-ı Kerim'de Allah Teala Hucurat suresinde buyurur ki üstünlük təqva ilədir. Yani Allah nəzərində. Çünkü Allah üçün ölçü olan budur. Yoksa elbette ki insanı biz yani yaratılışta adi bir məxluq kimi görmürük. İnsan əhsəni təqvim yaradılmıştır. Ona göre de mümin kafire karşısında üstündür. Yani onun karşısında mümin zəlil olmamalıdır. Ona karşısında yani bir de bir şey diyeyim, tekebbürün karşılığı tevazuödür. Ama tevazuunun da haddi vardır. Yani bir mümini başkalarının karşısında zelil edecek derecede tevazu kabul edilen değildir. Ama insanı iddiasa olmadı, sahip olmadığı değerleri insanı mənimdir diyecek derecede de büyüklenmek, özünü büyük görmek de kabul değildir. Ona göre de nefsin ölçüleri çerçevesinde insanın üstün olduğunu kabul etmesi bu normal bir şeydir. Bayağı qeyd etdik birinci hissədə. Allah'ın kulu olduğunu düşünmesi belə insan için üstünlük olarak yeter. Bu noktada bir Kur'an'da da hadislerde hiç bilenle bilmeyen birdir. şüphesiz bəli, bilenle bilmeyen bir olmaz. Yani alimleri üstün görür. Yani derece ölçünü korumak şartıyla. Ama yaranma sebebi yani niye yaranır insanda? Bir, Allah'ı tanımamak, cehalet. Allah'ın kudreti karşısında insan. Bakın namaz nedir? Namaz aslında insanın Allah karşısında bəndəliyini itirafıdır. Secdeye vararak, onun karşısında zelil olarak alnını en üstün yerini ayağının altındaki torpağa koyarak Allah karşısında öz zayıflığını itirafıdır. Ve ona göre Kur'an-ı Kerim'de ayette buyurur ki bize secde etmekten tekebbürlük edenler diye böyle bir kelime işledir. Allah Teala cümle işledir. Bize secde etmeyi tekebbürlük edenler. Bu böyle insanın tekebbürünün neye getirdiğini, insanda neye kadir olduğunu gösterir. Onun için de insan bir cehalet yani Allah'ı tanımama ve insanın özünü tanımaması insanda tekebbür hissinin yaranmasıdır. Ve tabii ki bunların sebebi de nedir? Başında şeytan faktörü. Biz şeytan faktörünü diğer nefsani xəstəliklərin da olduğu kimi burada da unutmamalıyıq. Çox sağ ol hocam. Allah bizi bayaq gözəl bir söz işlətdiniz ki, təvazükar sözü işlətdiniz. Allah bizi o təvazükarlardan etsin. Amin. O təkəbbürlərdən uzaq eləsin inşallah hər birimizi, xalqımıza. Çox sağ olun dəyərli fikirlərinizə görə. Allah razı olsun hocam. Gözəl sənətkarlar, gözəl şairimiz, gözəl xanəndəmiz. İstəyərdim növbə sizdə. Ürəyiniz istəyəcək nə varsa, nə istəyirsinizsə buyurun sizindir. Bəsrini mən cana nisbət qılmışam. Ey Həbibim, bəsrini mən cana nisbət qılmışam. Küfr zülfün arzın imana nisbət qılmışam. Müddəyilə söhbət etmə ey Həbibim hər zaman aşiqin söhbətlərin aşiqin söhbətlərin Rəhmana nisbət qılmışam.
eşqdən başladıq. Ta ruzi əzəldən biz o Mövlaya vurulduq. Ta ruzi əzəldən biz o Mövlaya vurulduq. Aləmləri xəlq eyləyən əlaya vurulduq. Baxdıqca hər ayinədə bir surəti gördük. Surətdəki hər nur təcəllaya vurulduq. Seyr eylədik əşyadakı mənalara daldıq. Mənaları əks etdirən əsmaya vurulduq. Təsbih elədik ismini yarın gecə gündüz. Hər ismini fəhm eylədik, hüsnaya vurulduq. Göstərdi bizə hüsnü hər yerdə o Mövla. Vəhdətdəki bir aləmi mənaya vurulduq. Seyranə çıxıb Tur-i Sina səmtinə vardıq. Bu seyridə biz Həzrət-i Musaya vurulduq. Söhbət etmə ey Həbibim hər zaman. Aşıqın söhbətləri Aşıqın söhbətlərin Rəhmana nisbət qılmışam. Əkbərdir camalın, eydə can qurban olur. Ey üçün, mən canımı qurbana nisbət qılmışam. Yıxdı eşqin köllümü, gəncinə viran eylədi. Mən nəsimi köllümü, virana nisbət qılmışam. Yaşa, maşallah, çox gözəl. Seyranə çıxıb Tur-i Sina səmtinə vardıq. Bu seyridə biz Həzrət-i Musaya vurulduq. Bu bir eşq yolçuluğudur. Yəni biz Bəzm Ələsdə, məna aləmində yolların hamısını gəlib keçmişik. Əhd-i peyman bağlamışıq. Yaqub ilə Yusif bizi cəzb eylədi bir an. Yüksəldi o göylərdəki İsa'ya vurulduq. Vardıq yenidən Məkkə-və Hicaza tərəf biz. Yad eylədi İbrahimi, Minaya vurulduq. Yəni bu həccə getməmişdən qabaq biz artıq o həcc ziyarətlərini eləmişik. Burada cismani ziyarətdir. Sözsüz ki, eşq insanları burada həm ruhi ziyarət edir, həm eşq ziyarətindədir, həm cismani. Amma bu ziyarətləri biz eləmişik. Vardıq yenidən Məkkə-və Hicaza tərəf biz. Yad eylədi İbrahimi, Minaya vurulduq. Aləmlərə rəhmət gətirən xatəmi bulduq. Qərq olduq onun nuruna, Tahaya vurulduq.
Bir canişin ilə onu gördük bir arada. Bir canişin ilə onu gördük bir arada. Bənd olduq onun eşqinə, valaya vuruldu. Keçdik yenə bir fəzl-i kəramət qapısından. Dəryayı kərəm, itrət-i zəhraya vuruldu. Ən sonda fələk çəkdi bizi vadi-i eşqə. Ən sonda bizi çəkdi fələk vadi-i eşqə. Ol vadidə bir aşiq yekdaya vuruldu. Bəli, budur eşq ziyarətinin sonu. O eşq ziyarəti bizim onsuz heç bir ziyarət tamamlanmır. Ən sonda fələk çəkdi bizi vadi-i eşqə. Ol vadidə bir aşiq yekdaya vuruldu. Fərz oldu bizə ali əba sevgisi ey dost. Xoş halımıza biz bu mübərraya vuruldu. Bundan sonra cəzb eyləməz artıq bizi dünya. Bundan sonra cəzb eyləməz artıq bizi dünya. Dünyaya könül vermədik, üqbaya vuruldu. Hədis var, onu alimimiz daha gözəl bilir. Yatmış idi deyə oyandıq burada. Əslində biz müvəqqəti bir andayıq. Gərək könlümüzü verməyək bu dünyaya. Eşq səfərində olan bütün aşiqlər onu təmənna elədilər, getdilər. Bundan sonra cəzb eyləməz artıq bizi dünya. Dünyaya könül vermədik, üqbaya vurulduq. Hər qəlbidə sevda ola bilməz ki, həbibi. Fitrətdə var imiş ki, bu məcraya vuruldu. Fitrətdə var imiş ki, bu məcraya vurulduq. Əlhəmdülillah. Eşq əhlinin Allah bu məmləkətdə də çox eşq əhli olub. Əhl-i Beytin nurundan səfərliyib bu torpaqlarda da olub belə eşq əhli. Allah bizi onlardan inşallah ayrı salmasın. Əhl-i Beytin nökərlərindən qərar versin inşallah. Həm bu dünyada, həm o dünyada. Minnətdaram. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Təşəkkür edirəm hər birinizə bu gözəl ifaya görə, bu gözəl şeirə görə. Allah səsinizə, nəfəsinizə, qələmizə bərəkət versin inşallah. Doğrudan da Allah bizi öz eşqindən, öz ilahi eşqindən ayrı salmasın. Hər birimizi, xalqımızı. Çox sağ olun. Və hacı istərdim növbəti sualımıza aydınlıq gətirərdik. Yenə bir süjetimiz var, izləyərdik, sorğumuz var. İnşallah aydınlıq gətirərdik. رضيت بالله ربا وبالإسلام دينا. Təkəbbürlükdən qurtarmaq üçün bir neçə amillər var. Əvvəla təkəbbürlü insan gərək düşünsün, Allah'ını sevsin, Tanrını sevən insan təkəbbür ola bilməz. Çünki niyə? O adam hər şeydən kənar olanda, özündən kənar olan bir şəxs olanda o təkəbbürlü olur. Yəni özünü yüksəkdən aparan, məsəl üçün onlardan xilas olmaq üçün amillər var. Xilas olmaq üçün birinci ünsiyyət qurmalıdır yaxşı insanlarla, ağıllı və kamilli insanlarla yoldaşlıq, dostluq eləməlidir və onlara baxıb özün təkəbbürlüyündən kənar olmalıdır, öz təkəbbürlüyündən. Yəni özünə razılığından yox, qarşısındakindən razı olmalıdır. Eyni zamanda başqa bir amillər də buna cavab vermək olar ki, təkəbbürdən xilas olmaq üçün xeyirxah olmaq lazımdır. Xeyirxahlıq eləmək lazımdır. İmkansızlara, kasıblara, məsəl üçün bəzi insanlar ki var, imkanı yoxdur bu gün öyrənmə. Onlara yardımcı olsa elə təkəbbürdən uzaq olmaq bir şey, uzaq olmaq kimi bir şeydir. Nəfsinə qalib gəlir ancaq kin olmamalıdır ürəkdə. Ki insanın ürəyində təkəbbür ancaq şeytani bir şey olduğu üçün ancaq şeytani əməllər olanda təkəbbürlü yaranırdı, sandal oğalıq yaranırdı. Saf eləməklə yəqin ki, niyyəti insanlara qarşı münasibətdə xoş tutmaqla, xoş rəftar olmaqla, niyyəti saf olan insan məncə təkəbbürlü olmaz. Bizim nə deyəcək, millətə xas olan mümkün deyil. Biz qanımızda var.
Mümkün deyil, lovğalsız nə bilim, mən elə bir insan, 52 yaşım var, mən elə lovğa olmayan insan Azərbaycanlı tanımıram. İstəyir Amerikada yaşasın, lovğadı gəlsin, burada lovğalandır, lap üstünə də 5 dənə artıq qoyur. Burada yaşayanlar hamısı lovğadır. Mən lovğalsa, şəxsi mən tanımıram. Füzuli də deyib, yəni oxumuşlar, savadlılar, bilirlər ki, insan cahil olmaz, insan savadlı olar. İnsan nə qədər deyir, ağac bar verər, o qədər başını aşağı əyər. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayırıq. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, Evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Təkəbbürdən necə qurtarmaq olar? Gördüyünüz kimi müxtəlif fikirlər idi, müxtəlif fikirlər söyləndi. Bizim hər bir fikrə münasibətimiz normal olmalıdır. Ancaq dinimizin buna münasibəti necədir? Buyurun. Bir xəstəliyin müalicəsi üçün əvvəlcə xəstəliyin təyini lazımdır. Biz bayaq qeyd etdik, yəni təyin etməyə çalışdıq. Əvvəlcə təkəbbür nə idi dedik? Təkəbbür insanı, özünü sahib olduğu bəzi məziyyətlərə görə digərlərindən üstün saymasıdır və qarşısındakını da xor görməsidir. Bu təkəbbürlük, budur təkəbbür. Qarşısında da onun ziddinin də dedik ki, təvazökarlıqdır. Səbəbin dedik, birinci səbəbi buydu ki, insanın Allahı tanımaması, 2 özünü tanımaması, 3 bütün bunların da altında yatan faktor şeytan faktoru. Yəni insanın kifayət qədər maariflənməmiş olması, iman zəifliyi, xüsusilə bu işdə böyük rol oynayır. Onun üçün də bu cür ümumiyyətlə nəfsani xəstəliklərdən insanı qurtarmaq üçün ilk növbədə insanın Allah sevgisi, Allaha iman aşılanmalıdır. Yəni insan kifayət qədər Allahı tanıyarsa, onun qüdrət və əzəmətini tanıyarsa, onun tərəfindən yaradıldığını bilərsə və onun göndərmiş olduğu vəhyə dair bilgisi artdıqca insan biraz da özünü tanıyar. Öz həddini bilər. Ona görə də birinci növbədə biz insanlara Allahı tanıtmalıyıq. Çünki baxın, bir nöqtəyə toxunmaq istəyirəm. Əslində cəmiyyətimizdə bəzən belə bir şeylə qarşılaşırıq. Adama biz Allahı kifayət qədər tanıtmadan biz ona deyirik ki, sən namaz qıl, oruç tut. Ya tutur ya da tutmur. Məsələn, namaz qılır, sonra bir baxırsınız ki, namaz qıldığı halda ondan bəzi mənfiliklər görünür. Sonra da səsləndirirlər ki, bax, həm namaz qılır, həm bunları eləyir. İndi, təbii ki, insan günahkar, günah işləyir. Bax, biz qeyd etdik, yəni günah işləməyən insan yoxdur. Biz məsumların 14 olduğunu qəbul edirik. Amma onların xaricində insan günah işləyər. Amma günahın da bir həddi var. Həddi, bəli, yəni və o nəfsin mərtəbələrini yüksəldikcə insan o günahın fərqində olar. Biz günahsız insanı qəbul etmirik. İnsan bir dəfə Allahın nəzarəti altında olduğunu bilməlidir. Ələm ya'ləm bi ennə Qələm surəsində buyurur Allah Teala, ələm ya'ləm bi ennə Allah yara. Bismillah. Onlar bilmirlərmi ki, Allah görür. Məşhur Ayətullah Bəhçətin çox gözəl bir təsbiti var. Bu ayə ilə əlaqədar olaraq çox gözəl bir sözü var. Mərhum buyurur ki, əgər heç bir şey olmasaydı, heç bir əmr və qadağalar olmasaydı, heç bir şəri qayda olmasaydı, sadəcə bu ayə belə insanın özünü yığışdırması üçün, özünü dərk üçün kifayətdir. Allah görür. Yəni insan əgər bunun fərqindədirsə, atdığı hər addımı, etdiyi hər hərəkəti, danışdığı hər sözü və hətta düşündüyü hər fikri belə Allah görür və bilirsə, insan özünü yığışdırar, özünün həddini, hududunu bilər. Bu çox önəmli bir faktordur. Bunun xaricində insan, bayaq da qeyd etdik kimi, insanın özünü tanıtması üçün yollar axtarmalıdır. İnsan özünü tanımalıdır. Özünü də tanıdıqdan sonra, həddi hududunu bildikdən sonra da insan öz yerini bilər və təkəbbürün nə olduğunu anlayar. Namaz ibadəti. İnnəs-salətə tənha anil fəhşai vəl-münkər. Şübhəsiz namaz insanları hər cür pislikdən və xoşa gəlməyən şeylərdən uzaqlaşdırar.
Namaz biraz evvel qeyd etdik. Neydi? Namaz insanın Allah karşısında qulluğunun etirafıdır. Qul olma. Qul nedir? Qul ağasının əmrində olan, yedizdirdiği zaman yiyen, giyindirdiği zaman giyen, vermediği zaman ac qalan, istediği zaman istediği şeyi ona elətdirən bir varlıqdır. Əgər Allah qarşısında da biz onu dərk etsək ki, biz Allahın əmrindən, yəni Allah bizi yaratmışdır və onun qulu yoxsa, o zaman insan sahib olduğunu anlayar. Ona görə də biz bu xüsusilə də bir, Allahı insana tanıtmalıyıq, özünü insana tanıtmalıyıq və Allahın əmr etdiyi ibadətləri, xüsusilə namazı buna qıldırmalıyıq. Bir insan insana bir şeyi xatırlatmalıyıq. Şeytan onun düşmənidir. Quran-ı Kerimdə Allah Teala Həzreti Adəmə birinci olaraq orada buyurdu. Şeytan sizin düşməninizdir. Hansı yolla sizə yaxınlaşsa belə, sizə nələri vəd etsə belə o sizin düşməninizdir. İnsan Allahın sevimli ən varlıqdır da, ən sevdiyi varlıqdır. Yəni bəzən də insanı iki hissəyə bölürlər. Mənəvi bir hissə və cismani bir hissə varlıq. Bilirik ki, insan xəstələndikdə hər hansı bir səbəbə görə ola bilər soyuq dəyməsi olar, ola bilər qidasından əmələ gələn bir xəstəlik olar. Hər hansı bir xəstəliyi olduqda ağrı vasitəsilə bu bilir ki, bu insan ağrıyır və həkimə gedir, həkimə öz dərdini deyir və həkim ona diaqnoz qoyur, onun müalicə yolunu tətbiq edir, düzdürmü? Bəzən də bu ağrı biz onu bəyənməsək də bizim bir nemətdir hərdən o ağrı ki, onun vasitəsilə biz öz xəstəliyimizin qarşısını tez alırıq. Bəs mənəvi bir, bu da bir xəstəlikdir ki, təkəbbür də bir xəstəlikdir bildiyimiz kimi. Bu mənəvi xəstəliyin diaqnozunu kim qoyur və bu diaqnozun müalicəsi kimdədir? Hacı, əslində bu cür mənəvi xəstəliyin diaqnozu kitab və sünnə ilə təsbit edilmişdir. Açıqdır. Yəni biz Quran-ı Kerimin ayələrindən və məsumların hədislərindən biz bunu açıqca görürük. Bayaq hədislərdən qeyd etdim bir-iki dənə ayədən. Quran-ı Kerimdə Allah Teala Loğman surəsində buyurur. İnsanlara belə üzünü çevirmə və yer üzündə də təkəbbürlü bir şəkildə yerimə. Şübhəsiz Allah bu təkəbbürlü olanları sevməz. Yəni insan düşündüyü zaman, hər birimiz dəqiqcə düşündüyümüz zaman içimizdə olan müəyyən xüsusiyyətləri hiss edirik. Yəni Allah da bilir, bəzi xüsusiyyətləri biz də bilirik. Ona görə biz özümüz də təyin edə bilirik və iman varsa, müəyyən qədər də ilahi təlimlərdən xəbərdarıqsa, biz o zaman qarşılaşdırdığımız zaman yanlış olduğumuzun fərqindəyik. Ona görə də biz özümüzdən başlayaraq, bayaq qeyd etdiyim kimi, bu xəstəlikdən qurtulmaq üçün nəfsimizi paklaşdırmalıyıq. Nəfs tərbiyəsi çox önəmlidir. Bir el misalı yadıma düşdü, belə bir misal var ki, insan özünün həkim olmalıdır. Deməli, bu tək cismani getmir, hətta mənəvi bir həkimdə də olmalıdır. Şübhəsiz, hacı, iman məsələsində də, əxlaq məsələsində də birinci rol sizdədir. Siz istəməzsəniz, Allah Teala sizə iman verməz. Yəni siz inad edərsəniz, inadkarlıq edərsəniz, Allah Teala o zaman qapınızı tamamilə bağlayar. Önlərindən və arxalarından sədd çəkdiyi buyurduğu kimi Yasin surəsində. Ona görə də insan birinci özü bunu istəməlidir. İstəməsi üçün də əvvəlcə nə içində olduğunun fərqində olmalıdır. Fərqindədirsə, yavaş-yavaş nəfsini tərbiyə etmək üçün də birinci növbədə Allaha bağlanmaq və Allaha güclü bir iman, təqva insanın nəfsinin təmizlənməsini gətirib çıxar. Nəfs təmizlənməyə başlayınca, yəni ibadətlərin artırılması, bunu saymaq olar. Əxlaq ustadları bunları hamısını sayarlar. Allaha imanın gücləndirilməsi, ibadətlərin artırılması, bunlar gün keçdikcə zikirlərin çoxaldırılması, Allahı daim xatırlama, atdığı hər addımda Allahın nəzarəti altında olduğunu və az əvvəl qeyd etdiyim kimi o ayədə, Qələm surəsindəki ayədə də ustadın da buyurduğu kimi insan bunun fərqində olursa, yavaş-yavaş özünü düzəldər. Tələbələr həmişə belə bir şey deyirəm. Deyirəm, təsəvvür edin, bir otağa girirsiniz ki, üstünüzü bir düzəldəsiniz, birdən bir baxırsınız ki, orada kamera var, düzəltmədən çıxırsınız ki, görərlər bizi. Bu kameranın hər tərəfdə olduğunu düşündüyünüz zaman siz özünüzü düzəltməyə başlayarsınız. İlahi kamera artıq hər tərəfdə çəkir və bu kameranın daşıyıcısı da biz özümüzük. Özümüz özümüzü çəkirik və əleyhimizə dəlillər aparırıq. O halda insan bunun fərqində olarsa nəfsini tərbiyəsinə başlayacaq. Nəfs tərbiyə olduqca yavaş-yavaş bu xislətlərdən uzaqlaşar. Çünki insan məqamı yüksəldikcə o kiçik görülən şeylər belə insana ağır gələr. Yəni normalda haramları işləyən insan zaman içərisində buraxın haramları işləməyi, məkruhlardan da uzaqlaşar. Sadəcə vacibləri yerinə yetirən insan müstəhəbata da yönələr. Çünki nəfs tərbiyə olduqca və artıq məqamı yüksəldikcə
o məkruh şeylər və ya haram olmayan amma bəzi əksikliklər olaraq özündə görər və bunlar üçün də insan daim tövbə edər və yüksələr. Onun üçün də ruhi xəstəliklərin müalicəsi yenə insanın öz nəfsinin tərbiyəsi ilə başlayır. Çox sağ olun hacı. Allah bizi elə tövbə edənlərdən etsin ki, biz də elə öz tövbələrimizin sayəsində öz nəfsimizlə mübarizə apara bilək və o mübarizədən üzə ağ çıxsaq inşallah ki, cənnətə layiq görülərik. Bir kəlməli tövbə etmək əslində fərqində olmaqdır. Yəni insan əslində günahkar olduğunun fərqində olursa tövbə edər. Bu işlərdə də insan fərqində olarsa, günah işlədiyinin bu xüsusiyyətdə sahib olduğu fərqində olarsa və tövbə edərsə, bu çox önəmlidir. Tövbə həm onun keçmiş günahlarını bağışlayır, həm gələcəyə dair o Allaha söz vermiş olur bu tövbədə və inanıram ki, insan bu addımları atarsa və artıq yol zaman içərisində daha da özünə dəqiq yollar seçərsə və bu cür xəstəliklərdən qurtulacaq, xilas olacaq inşallah. Çox sağ olun. Hadi bizə ayrılan vaxt, artıq biz proqramımızın sonuna yetişirik, bizə ayrılan vaxt tamamlanır. Əgər ürəyinizdə qalacaq bir şey oldusa, deyəcək bir şey varsa, buyurun, dinləyirik hər birinizi. Mən son olaraq bunu bir qeyd etmək istəyirəm ki, həqiqətən insan bu dünyaya bir imtihan üçün gəlmişdir. Və insanın sahib olduğu şeylər müvəqqətidir, keçicidir. Ölüm heç kəsin inkar etmədiyi bir gerçəkdir. Hər nə qədər ölümdən qaçsa da bütün insanlar, ölüm bir anında gələr. Çünki heç bir insanın müqaviləsi yoxdur və gözləmədiyi bir yerdən ölüm yaxınlaşar və gözləmədiyi yerdən yaxınlaşacaq olan ölüm üçün insan daim hazır olmalıdır və axirətdə xoşbəxt ola bilməsi üçün də Allahın yer üzündə onlara göndərmiş olduğu qanunlar çərçivəsində həyat sürməlidir. Bu qanunlara riayət etməlidir. Edərsə, xoş onun halına, etməzsə, əməlləri ilə qiyamət günü baş-başa qalacaqdır. Bunun fərqində olsa insan və Allahın da nəzarəti altında olduğunu düşünərək bu dünyanı Allahın istədiyi şəkildə yaşaması lazımdır. Çox sağ olun hacı. Çox sağ olun. Hacı, buyur. Mən də öz növbəmdə hamınıza təşəkkürlərimi bildirirəm bu gözəl proqram üçün bir daha. Allah razı olsun sizdən. Mənəvi saatımızda çox sağ olun. Bir daha görüşmək ümidi ilə inşallah. İnşallah. Allah inşallah. hamınızdan bu gözəl kollektivinizdən və bugünkü qonaqlardan mən də öz adıma təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Allah razı olsun, minnətdaram. Sağ olun. Sağ olun. Mən də öz təşəkkürümü bildirirəm bu gözəl veriliş üçün. İntirazın rəhbərliyinə və burada bütün kollektivə öz minnətdarlığımı bildirirəm ki, yəni bu verilişi işıqlandırırlar, xalqa təqdim edirlər. Xalq da bu verilişlərdən maariflənir. Allah razı olsun. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Mən də sizin hər birinizə öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm ki, gəldiniz, gələn ayaqlarınız var olsun. Sizlərlə, musiqiçilərimizlə, başda olmaqla hər birinizə öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm. Dəyərli izləyicilərimiz, artıq bizə ayrılan vaxt sona çatdı. Sağ olun, görüşmək ümidi ilə. Salamat qalın.